Hamını salamlayıram. Bu videoda göstərmək istəyərdim avtomobilin registratoru, zavod tərəfindən quraşdırılan registratorun çalışmasını, necə işləyir. İlk öncə bu telefon olan yerin aşağısında tərəfdə gördüyünüz kimi burada SD kart yeri var, slotu var. Siz ora məsləhət görəm ki, 128 gigabaytlıq yaddaş kartını daxil eləyəsiniz ki, registrator çəkiliş edər zamanı bütün videoları yaddaşında saxlaya bilsin. Və onu yoxlamaq üçün daxil oluruq bura. DVR. Burada gördüyünüz kimi hal-hazırda çəkiliş gedir. Avtomobil baxmayaraq ki, dayanıb, işlək vəziyyətə düşən kimi çəkiliş gedir. Deməli, bu tərəfdən biz kamera olan yerdən hal-hazırda görə bilərik. Qrup şəklində seçsək, o bölür kameranı 4 yerə. Yəni, ön hissə, arxa hissə, bir də yan tərəflər, sol, sağ, hamısını göstərir. Burada da bir-bir seçmək də olar. Front view, qabaq kamera, gördüyünüz kimi. Back view, arxa, right view, sağ tərəf. Bir də left view, sol tərəf. Hər tərəfi gördüyünüz kimi göstərir. Ondan sonra, əgər Allah eləməsin, hansısa bir yaza və yaxud da ki, hansısa bir videonu siz yaddaşında saxlamaq istəyirsinizsə, bu tərəfdə, deməli, sağ tərəfdə, bu düyməni basarkən, tutam ki, siz gördünüz, hansısa bir video çəkildi, hansısa bir zamanı onu yaddaşda saxlamaq istəyirsiniz, dərhal bu düyməni basırsınız bir dəfə, o atır bunu yaddaşa və silmir. Bunu silməyə ehtiyac yoxdur, özü yaddaşı dolduqca təmizləyir. Bu videolara biz necə baxmalıyıq? Foto olan yerə giririk. Görürsünüz, hal-hazırda ümumi çəkilişi göstərir fotolarda. İndi biz, misal üçün, buna girəndə bu göstərir, bunun yaddaşında saxlayıb. Hal-hazırda biz dayanmışlıq bunu göstərir. Ancaq bu videolar silinir getdikcə. Haradasa bir həftə ərzində bir-bir silinə-silinə yenilənir. Urgency Save var burada, gördüyünüz kimi. Burada siz hansı ki videoları siz bu knopka ilə save eləmişsinizsə, onlar düşür bunun yaddaşa. Ondan da başqa, burada sizdə nəzarət, belə deyək də, kamerası kimi bir funksiya var. Buna deyirlər sторожевая siqnalizasiya da, belə storage kimi, nəzarətçi bir sözlə. Həmən onu da aktiv eləyəndə həmən yazılar düşür urgency save. Bura düşür. Foto aydın məsələdir ki, şəkillərdir. Foto şəkil kimi edirsiniz. Buradakı drive assistant var. Yolda gedəndə nəsə bir maniya görəndə onu da çəkilişini edir. Burada saxlayır. Bizə əsas lazım olan urgency save. Bunun üçün də dediyim kimi 128 gigabaytlıq yaddaş kartı daxil olmalıdır ki, ora yaza bilsin və siz girərkən bu videoları baxa bilərsiniz bir-bir. Və bir şey də deyim, burada dediyim kimi nəzarət kamerası var, Sentinel gördüyünüz kimi. Bu işarəni aktiv edəndə siz avtomobilinizi söndürüb gedə bilərsiniz. O zaman maşına kim yaxınlaşsa, sensorlar dərhal işləyir deyə onun video çəkilişini aparmağa başlayacaq. Ancaq bu xidmətdən mən məsləhət görürəm ki, tez-tez istifadə olunmasın. Həm sensorların ömrünü azaldır, orada neçə saatın işlənməsindən sonra onlar xarab olur. Açığı bu barədə mən məlumatı hələ ki dəqiq, yəni məndə hələ ki bu məlumat yoxdur, araşdırmamışam, amma araşdırıb onu da paylaşım eləyəcəm.
Yəni məsləhət görürəm ki, ən azından lazım olan yerlərdə gördünüz ki, tanımadığınız küçələrdir, dar yerdir, maşını saxlayıb məcbur olaraq gedirsinizsə, onda bu işarədən istifadə eləyərək, onu aktiv eləyərək maşını bağlayıb gedə bilərsiniz. Bu zaman mən dediyim kimi avtomobilə kimsə yaxınlaşsa, kimsə yanından keçsə, avtomobil çəkilişə başlayır və qəza işıqları avariyniları da yandırır, söndürür 2 dəfə. Məlumat verir ki, maşında yəni çəkiliş gedir. Baxmayaraq ki, maşın bağlı şəkildə qalır. Bu qədər.